Üçüncü dəlil. Peyğəmbər sallallahu aleyhi və səlləmin nübüvvətinin, peyğəmbərliyin dəlillərindən, burhanlarından, isbatından qeybdən xəbər verməsi. Bilirsən, Allah Teala rəsullara bəzi qeybi məsələləri bildirib, onların peyğəmbərliyini göstərmək üçün, qüvvətləndirmək üçün onların dəvətini, bəzi qeybi məsələlərdən xəbər verib və bunu da insanlar və cinlər heç vaxt bu qeybi bilməzlər. Yalnız Allahın seçib razı qaldığı rəsulları istisna olmaq şərti. Necə hədisdə də, ayədə də keçir. Allah-u Teala buyurur ki, Cin surəsində Alimul qeybi fələ yuzhiru alə qeybihi əhədə. O qeybi biləndir və o qeybi heç kəsə bildirməz, izhar etməz, yalnız razı qaldığı rəsullar istisna. O da niyə rəsullarına bildirib? Yəni o rəsulların sadiqliyini insanlara göstərmək üçün. Yəni bu elə belə şey deyil. İnsan nə vaxt qeybdən xəbər verir? Bir elm olsa da, demək bu vəhdir ki, vəhiy. Allahdan bir vəhiy gəlib ki, bu qeybdən xəbər verir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm gələcəkdən verdiyi xəbərlər. Gəlin baxaq. Bunlar hamısı göstərir ki, Allahın seçilmiş rəsuludur, nübüvvətinin dəlillərindəndir. Misal üçün birinci, elə Rum surəsində nəzər yetirsək, görərsən ki, Allahın orada Peyğəmbərə xəbər verir. Düzdürmü? Rumluların qələbə çalması ilə bağlı. Necə Rum surəsində keçir, Əlif Ləm Mim, Qulibətir Rum. Rumlular məğlub oldular. Fi ədnəl ardı və hum min ba'di qalibihim səyaglibun. Qalibihim səyaglibun. Deyir, yerdə, yəni yer üzərində ən aşağı bir yerdə və onlar deyir, məğlubiyyətdən sonra qalib gələcəklər. Fi bid'isinin bir neçə il ərzində. Burada qeybdən xəbərdir. Allah Resulü hardan bilirdi ki, Rumlar qələbə çalacaq? Yəni hardan bilirdi? Özündən deyə bilməzdi. Demək, Allahın ona bildirdiyi elm sayəsində bunu bilib. Bu da göstərir ki, Allahın Peyğəmbərdir. Yəni qeybdən xəbər verir. Burada təsəvvür et, yəni burada diqqət çəkən məqamlar var. Birincisi odur ki, görürsən, bu hadisə baş verdi dediyi kimi. Düzdür? Dediyi kimi baş verdi. Rumlar məğlub oldular farslara. Bir neçə ildən sonra isə nə oldu? Qələbə çaldılar və möminlər buna sevindilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm yəni əslən bu şey haqqında xəbər verməsi onu göstərir ki, bu nübüvvətinin əlamətlərindəndir. Çünki bax, heç kəs bir ağıl sahibi, bir səltənət, məmləkət qursun, yəni məmləkətdə bir səltənət, bir hökmranlıq qursun. Sonra belə bir iddia eləsin və iddiasında əgər baş verməsə, yalancı salir olsa yox, bütün qurduğu sistem pozuluyorsa pozulmur. Və deyirlər, sən deyirdin ki, belə şey baş vermədi, deməli yalan danışırsan. Aqil insan özünü bu qədər risk atar. Yəni burada heç bir fərasət təxmin keçmir. Yəni insan fərasətlidir, deyir ki, belə bir hadisə baş verəcək. Özdə vaxtına qədər deyir, bir neçə ildən sonra qələbə çalacaqlar. Fi bid'isinin, bid'un kəlməsi ərəb dilində 3-dən 9-a qədər olan rəqəmdir. Doğrudan dəli olur da, bir neçə ildən sonra o il ərzində 3-9 arası. Rumlular farslara onlar üzərinə qələbə çalırlar. Və deyiri də deyir, filan yerdə olacaq. Yəni bu qeybdən xəbər verməkdir. Heç bir ağıl sahibi, nəsə bir iddiaçı olan bir insan özünü bu qədər risk atmaz. Yəni təxmin edirsən ki, təxminlərlə kim özün belə risk atardır? Deyirsən ki, belə bir hadisə olur, kimlərlə filan kəslər arasında. Bunlar birinci məğlub olacaqlar, sonra qələbə çalır və filan il ərzində. Bu özün risk atmaq deyil, öz qurduğun sistemi dağıtmaq da öz əlindən. Kim bu risk atar özünü qardaş? Heç kəs. Deməli, bu şeydə qeybdən xəbər vermək fərasətə, təxminlərə bağlı deyil də. Burada elm var. Vəhiy yolu ilə insan bunu bilə bilər. Başqa cür belə bilməz. Sən təxmin edəməzsən ki, filan yerdə bu hadisə baş verəcək, filan kəslərlə və filan ildən sonra da belə olacaq. Onu kim deyər? Heç kim özün bir risk atmaz. Bu cür qeybdən xəbər verməz. Çünki bütün qurduğu sistem hamısı məhv olub gedəcək. Həmçinin bax, misal üçün, Allah Rəsulunun qeybdən xəbər verməsindən Məkkəyə daxil olmaqlar haqqında. Allah-u Teala kitabında buyurur Fəth surəsində. Lətədxulunnəl məscidəl harama inşaallah əminin. Siz Məscidül Harama, yəni Məkkəyə əminaman olduğunuz bir halda daxil olacaqsınız. Bu qeybdən xəbərdir yoxsa yox? Doğrudan dəli olur da. Məkkənin fəthi döyüşsüz fəth olunur. Məkkə yəni belə fəth olunur, döyüşsüz, müharibə olmadan. Yəni insan nə qədər risk edib bu sözü deyər qardaş, bu təxminləri eləyər də. Bura fərasət keçirir burada ifadə. Sən nə qədər fərasətli olasan ki, bu cür bir iddia eləyəsən, biz məsələn filan yerə rahat gedəcəyik. Yəni döyüşlər gedir, həmişə Qureyşdən döyüş olur. Heç vaxt belə belə rahat bir şəkildə harasını gəlib almamışdılar. Hamısı döyüşlərlə, qazavatlarla olub. Birdən-birə durub deyəsən ki, biz Məkkəni fəth edəcəyik, amma rahat şəkildə, əminliklə. Yəni biz orada müharibə eləməyəcəyik.
və yaxud da ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Ömərlə Osmanın şəhid olması haqqında xəbər verməsi. Nədir? Bir gün Uhuda çıxırlar, Uhud sirkələnir. Allah Rəsulü deyir ki, sallallahu aleyhi və səlləm, ey Uhud sabit qal, dayan, sirkələnmə. Sənin üzərində bir Peyğəmbər, bir Sıddıq, 2 şəhid dayanıb. Sən nə qədər risk edib deyəsən ki, yəni Ömər Osman şəhid olacaq. Bunu hardan bilə bilərsən, qardaş? Nə qədər təxmin edəsən ki, orada başqası da ola bilər, düzdür məsələn. Və başqa haqqında da deyə bilərdin də. Sən deyirsən ki, Ömərlə Osman şəhid olacaq, bəlkə Əbu Bəkir şəhid olacaqdı. Ola bilərdi, yoxsa yox, məsələn də. Sən niyə Ömər Osman seçdin? Və deyə bilərdin ki, sənin üzərində bir Peyğəmbər durub, bir Faruq dayanıb, 2 dənə şəhid. Məsələn, Osmanla Əbu Bəkiri. Nə qədər təxmin eləyəsən ki, yəni Ömərlə Osman şəhid olacaq. Bunu hansı elm keçir? Yəni hansı elmlə sən bunu deyə bilərsən, qardaş? Təxminlərlə bunu deyə bilərsən, qardaş? Heç vaxt. Bəlkə ölmüş yatağında öləcəklər, qardaş. Hə, hardan bilirsən? Ola bilər yoxsa yox. Əbu Bəkir yatağında öldü. Deməli bu sözləri demək, bu böyük riskdir ya. Sən bunu deyirsən və belə olmasa, eyib tutub deməzlər ki, ay sizin peyğəmbəriniz, bəs deyirsiniz Allahın rəsuludur, qeybdən xəbər verir. Nə oldu? Baş vermədi. Dedik, deməli peyğəmbər deyil, yalandan deyilmiş. Və yaxud da ki, elə özünün xəstəliyi ilə öləcəyini hardan bilir? Yəni xəstələnib öləcəyini. Bəlkə elə şəhiddə olub ölə bilərdi. Məsələn, öldürülə bilərdi Bəni İsraildə. Nə qədər peyğəmbərlər oldu ki, Bəni İsrail onları qətl edir, düzdürmü qardaş? Ola bilərdimi ki, Allah Rəsulü onlardan biri olsun, ya döyüşdə öldürülsün və yaxud da kimsə gəlsin zəhərləsin, öldürsün, məsələn. Yatağında ölür də və bunu da Fatiməyə bildirir. Düzdür, hədisdə keçir. Xəstə olanda Fatimə anamız gəlir onu ziyarət edir və Allah Rəsulü ona 2 dənə sir verir. Ayşə rivayət edir bunu. Bir söz deyəndə gülür, o birisini deyəndə ağlayır. Ayşə deyir ki, ey Fatimə, yəni Allah Rəsulü sən nə dedi ki, sən güldün, sonra məsələn ağladın və ya ağladın, sonra güldün. Deyir ki, mənə dedi ki, əhl-i beytimdən mənə ilk qovuşan sən olacaqsan. Doğrudan elə oldu da, 6 aydan sonra Fatimə dünyasını dəyişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişən sonra kimsə öz əhlindən onu ilk qovuşan kim oldu? Fatimə oldu da, heç kim ölmədi. İlk dünyasını dəyişən Fatimə oldu. O zaman deyir, sevindim də, yəni ilk ona qovuşan mən olacam. Sonra nə dedi? Dedi ki, bəs niyə ağladın? Dedi ki, bu xəstəliyimlə dünyamı dəyişəcəm də, bu dünyadan köçəcəm. Bunu da ağladım. Doğrudan elə oldu da. Sağalmadı ki, yox. Elə xəstələndi, o xəstəlik səbəbi ilə də Allah Rəsulü sallallahu aleyhi və səlləm dünyasını dəyişdi. Yəni, bunu bilmək fərasətlə ola bilər, qardaş. Təxminlərlə. Yaxşı, deyək ki, zənn edərsən ki, məsələn, insan çox zaman xəstələnir, ürəyinə damış belə deyək ki, qardaş, o halımı görürəm, gedirəm də, mən dünyamı dəyişir ehtimalım var. Amma ki, səndən sonra sənə ilk qovuşan kim olsa, onu sən necə risk edə bilərsən? Sənin bu qədər əhli beytin olar, məsəl üçün də. 3 övladın, məsələn, xanımların olsun və yaxud da ki, digər qohumlarının əhli beyt sayılanlar və sən onların içində, məsələn, 50 nəfərin deyirsən ki, filan kəs məndən sonra dünyasını dəyişəcək. Bunu nə qədər təxmin edə bilərsən, qardaş? Bunun sən nə qədər risk edib bu sözü deyə bilərsən? Buna fərasət keçir burada, nadir, heç vaxt. Həyatı boyu belə şey ola bilməz. Göstərir ki, bu qeyb xəbərlər hamısı Allahdandır. Deməli, Allahın rəsuludur ki, bu xəbərləri bilir. Həmçinin Həsən İbn Ali radiyallahu anhümə, İmam Həsənin 2 müsəlman dəstəni islah etməsini Allah Rəsulü hardan bilirdi? Nə bilirdi ki, müsəlman arasında ixtilaf çıxacaq və Həsən islah edəcək, Muaviyə qissəsində. Bunu hardan bilirdi, qardaş? Ümumiyyətlə, bu hadisənin baş verməsi, ümumiyyətlə, bu ixtilafın olmasını hardan bilə bilərdi ki, bir ixtilaf olacaq müsəlmanlar arasında və o ixtilafı kim aradan qaldıracaq? Həsən. Bu nə qədər risk edib bu sözü deyəsən, qardaş? Buna fərasət keçirir burada, keçmir. Təxminlər də keçmir də. Təxmin edəcəksən ki, belə bir hadisə ola bilər. Bunu da aradan qaldıran ixtilafı Həsən olacaq. Yəni, niyə Əli olmasın, niyə Əbu Bəkir Ömər olmasın və ya filan sahabə məhz Əli olsun və ya Həsən olsun. Yəni, bu nə qədər sən təxmin edib bu sözü deyə bilərsən, qardaş? Qeybdən xəbər vermək yoxsa yox, deməli, bu Allah tərəfindən də, bu özündən bunu deyə bilməz də. Bu vəhiy yolunla bilib bunu. Və yaxud da ki, Yahudilər haqqında necə Bəqərə surəsində keçir, nə deyir Allah Rəsulü, Allah-u Teala Peyğəmbərinə xitab edərək? Deyir, qul, onlara söylə ki, əgər axirət diyarı məhz sizə aiddirsə, digər insanlar sizə aiddirsə, o zaman deyir, sadiqsinizsə ölümü təmənni edin. Demişsiniz, axirət bizimdir, sizin deyil. Allah bizi öldürsün, deyin. Özünüzə bəddua eləyin. Lakin deyir, وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ əydihim. Onlar əlləri ilə törətdiklərinə görə heç bunu istəməzlər. Özləri də bilir ki, nə qədər xəbis insanlardılar, nə qədər peyğəmbərlər öldürdülər. Güya bilmirdilər ki, Muhammed Allahın rəsuludur, bilirdilər. Lakin kibirlərindən qəbul etmədilər ki, bu bizdən çıxmalıydı, niyə ərəblərdən çıxdı? Və burada Peyğəmbər sallallahu aleyhi ve səlləmə
qeybdən xəbər var. Birincisi, necə təfsirlərində gəlir? Təfsirdə gəlir ki, deyir, əgər onlar ölümü istəsəydilər, yer üzərində bir dənə də yahudi qalmazdı. Subhanallah. Həmçinin Allah Rəsulü nə bildi ki, onlar razılaşmayacaqlar bu lənətləşməyə. Yəni orada lənətləşmək də var da, kim yalan danışırsa və kim doğru danışırsa, məsələn, yalan danışır Allah öldürsün, doğru danışırsa o axirət üçün olsun. Deyir, əgər razılaşsaydılar, deyir, evlərinə qayıdana qədər nə əhilləri, nə də mal mülkləri qalacaqdı. Hamısı məhv olub gedəcəkdi. Bu bir. İkinci dedi ki, əsla istəməyəcəklər. Hardan bir, bəlkə razılaşıb gəlib istəyəcəklər, yaxşı gəl lənətləşək. Amma nədir Allah-u Teala? وَلَنْ يَتَمَنَّوْهُ əbədən. Heç vaxt bunu istəməyəcəklər, təmənni etməzlər ölümü. Yaşan razılaşmadılar. Bunu hardan bildi ki, razılaşmayacaqlar? Ha? Çağırır mübahiləyə, gəl lənətləşək. Gələ də bilər, gəlmədi. Ehtimal var yoxsa yox? Allah deyir ki, yəni bildirirkən gəlməyəcəklər də. Çünki bilirdi Allah-u Teala ki, onlar gəlsələr və bunu Peyğəmbərə bildirib. Yer üzərində bir dənə deyir, yahudi qalmazdı, subhanallah. Və istəmədilər, özlərini tanıyırlar ona görə. Nə qədər xəbis insanlar olduqlarını yahudilər özləri bilirdilər. Və yaxud da ki, Əbu Ləhəblə başqa bir Qureyşdən bir kafir var, adı yadımdan çıxdı. Onların cəhənnəmə düşməsini Peyğəmbər sallallahu əleyhi və səlləm hardan bilirdi? Məsələn, Əbu Ləhəb haqqında Allah-u Teala Məsəd surəsində bildirir axı. Onun cəhənnəm əhli olduğunu. Qadın da onun üçün odun daşıyacaq. Hə? Və ya başqası haqqında uslihi səqar. Biz onu səqara salacağıq. Unutdum ya hansı müşrik haqqında adını unutmuşam. Yəni, bu arada kim bilsə elə kommentlər yazıb, bir dənə adı o deyə kommentlər yazarsınız kim bilirsə. Unutmuşam hansı idi. Əl-mühim Allah Rəsulü hardan bilirdi ki, bunlar kafir olacaq? Burada bir incəlik var da. Əbu Ləhəb qalib deyə bilərdi, yaxşı mən iman gətirdim, müsəlmanam. Yəni bu ayə mənim haqqını deyir. Niyə Allah Rəsulunu təqzib eləmək üçün, yalancı çıxartmaq üçün deyə bilərdi, yoxsa yox? Hə. Neçə il yaşadı ondan sonra, bu ayədən sonra. Nifaqla girərdi İslama. Niyə? Ki, insanlara göstərsin ki, ey Qureyş, yəni bu yalan danışır. Gördünüz, mən müsəlman kimi öldüm. Özündən sonra desinlər ki, bir hilə qururlar, həm mən İslama girdim, mən müsəlmanam. Yəni, ey Muhammed, dediyin ayə mənə aid deyil. Və o birisi, uslihi səqar, biz onu səqara salacaq. O da girir nifaqla İslama ki, mənə aid deyil, nə danışırsan? Mən müsəlmanam, İslamı qəbul etdim. Elə nifaqla ölür. Nə qədər münafiqlər oldu Mədinədə, nifaqla öldülər. İnsanlar müsəlman zənn edir, lakin münafiq olaraq öldülər. Sonra insan deməzdə bədiyirdin, Əbu Ləhəb cəhənnəmə düşəcək, müsəlman kimi öldü. Deməli, yalan danışsan, sən Peyğəmbər deyilsən. Allah belə yenə onu müvəffəq eləmir Əbu Ləhəbə. O fikri belə ona müvəffəq eləmir, bu fikrə düşsün ha. Desən ki, o bir də İslam'a girim. Qoy görsünlər ki, bu yalancıdır. Belə də ölsəm, biləcəklər. Allah ona da müvəffəq eləmir, subhanallah. Bu ayə göstərir ki, Allah Rəsulü bunu özündən deməyib. Bu, Allah tərəfindən bir vəhdə, qeybdən bu cür xəbər vermək, hər adam özünü bu qədər risk atılmaz. Niyə məhz Əbu Ləhəb? Elə olardı Əbu Süfyan haqqında məsələn. Və ya bax, başqa hadisədə bəzi Qureyşdən insanlar var idi ki, Allah Rəsulü onlara hər namazda bəddua edirdi. Allah da demədi mi, sənin işin olmasa onların işi mənə qalıb? Sirada gəlir ki, o insanlar hamısı Məkkənin fəthində İslamı qəbul edilir. Çoxsu artıq İslamı qəbul etdilər Məkkənin fəthində. Görürsən, Allah bilirdi ki, onlar İslam'a girəcəklər, dedi ki, onları bəddua eləmə, sən aid deyil, onların işi mənə qalıb. Amma bu Ləhəb haqqında Allah da demədi. Görürsən, subhanallah. Və o birisi haqqında, uslihi səqar, o səqara düşən haqqında. Deməli, bu hamısı nədir, qardaşım? Allah tərəfindən bir vəhidir, özündən deməyib, özün bir risk atmır. Təxminlərlə deməyib, bu Ləhəb cəhənnəmə düşəcək. Və filankəs cəhənnəmə düşəcək. Amma Əbu Süfyan haqqında da deyə bilərdi. Və Amr ibn As haqqında da deyə bilər və s. Sahabələr və İslam'a girənlər haqqında. Demədi də, məhz bunlar haqqında dedi. Və dediyi kimi də baş verdi. Doğrudan da görsən, müşrik olaraq bu dünyadan köçüb getdilər. Həmçinin xavariclərin zahir olması, zuhur etməsi, peyda olması. Niyə məhz xavaric, bu yeganə firqədir ki, adla hədislərdə gəlib də. Və yaxud da ki, necə Hicazda gəlir, Hicazda baş verib, Hicazda bir atəşin çıxması. Buxari və Müslimdə keçir hədis. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, Hicazdan bir atəş çıxmayınca qiyamət qopmayacaq. Və deyir, o atəşin deyir, işığı deyir, bu sıradakı dəvələrin boynunu işıqlandıracaq. O boyda, yəni atəş olub ki, böyük bir atəş olub ki. Şamdan Hicaza baxan, yəni o atəşi görənlər də görüblər və o atəşin yəni şiddətindən, işığından da, yəni gücündən. Bu sıradakı deyir, dəvələrin boyunları görsənər. Nə boyda, nəhəng bir atəş olub ki, Hicazda durub sən bu sıradakı dəvənin boynunu görsən, böyük, əzəmətli bir atəş od olub yerdən çıxan. İmam Zəhəbi, Allah ondan razı olsun, deyir ki,
olduğu kimi baş verib və deyir, mutabatir yollarla sabitdir ki, doğrudan da belə bir atəş çıxmışdı. Deyir, bu nə vaxt baş verib? 654-cü ildə. İmam Zəhəbi Tarixul İslam, İslam tarix kitabında bunu qeyd edir. Deyir, mutabatir yollarla sabit olub ki, bu hadisə baş verib. İndi bunu demək, yəni, nə qədər təxmin edəsən ki, belə bir şey baş verəcək, bu boyda atəş olacaq, yəni böyük bir həcmdə, sən Şamdakı dəvələrinin bu boynu işıqlanacaq o atəşdən. Təsəvvürdən boyda atəşdir və doğrudan da deyir, baş verib. Həmçinin Ümmü Haram binti Milhan sahabə qadındır. Allah Resulü sallallahu aleyhi və səlləm onun haqqında xəbər verir ki, o ilk dənizdə cihada edən dəstə arasında olacaq, qoşun arasında olacaq. Necə hədisdə keçir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, ümmətimdən deyir, yəni dənizə girib cihada gedən ilk ordu onlara cənnət vacib oldu. Muaviyyənin başçılığı ilə artıq Şam torpaqlarına cihada gedən dəniz yolu ilə Rumları, yəni Rumlarla döyüşə getmək üçün dəniz yolu ilə getdilər. Deyir, ilk bu dəniz yolu ilə cihada çıxanlar, onlar üçün deyir, vacib oldu, yəni cənnət. Ümmü Haram deyir ki, Allahın Resulü, mən də onların içində olacağım, deyir, sən də onların içində olacaqsan. Sonra deyir ki, Qaysara hücum edənlər, yəni Konstantinopola döyüşə gedən ümmətindən dəstə bağışlanmışdır. Ümmü Haram deyir ki, ey Allahın Resulü, mən də onların içindəyim, deyir, yoxdur, sən onların içində olmayacaqsan. Doğrudan da belə olur. Şama gedəndə o ordunun içində olur, dənizi aşaraq gedənlər içərisində olur. Amma artıq oradan qaydanda miniyindən yıxılır, dünyasını dəyişir. Sonraki cihadda iştirak eləmir. Hardan bilir də Allah Resulü bunu? Bunu sən hansı elmlə deyə bilərsən? Hansı fərasətlə bunu demək olar, qardaş? Və gəlir ki, sirada Ümmü Haram Peyğəmbər sallallahu aleyhi və səlləmin məhrəmlərindən idi. Yəni, belə deyək, süd tərəfdən xalası sayılırdı, belə deyək. Bilirsən də, bizdə kim süd verəndə artıq məhrəm olur axı. Qadın kiməsə süd versə, məhrəmidir. Yəni, onun yolu ilə bəzi məhrəmiyyətlər keçir. Deyir, olanın məhrəmlərindən biri. Çünki bir gün onun yanına gəlir, bu söhbət eləyəndə. Deyir, ona yemək verdim, yedizdirim, sildim. Sonra deyir, onun başını təmizlədim. Başı, yəni sığallamağa, təmizləmək başını. Yatır, o yananda gülür. Deyir, niyə gülürsən? Deyir, mənə göstərildi ki, ümmətim deyir, dəniz yolunu keçərək cihada çıxacaqlar. Bu da Buxarıda keçir. Dedim ki, Allah Resulü, dua elə mən də onlardan, deyir, sən də onlardansan. Sonra yenə başını qoyur, yatır, oyanır, o yanında gülür. Deyir, niyə güldün Allahın Resulü? Deyir, yenə mənə göstərildi ki, ümmətimdən bir qrup dəstə, onlar Bizansa doğru, yəni Konstantinopola doğru hücuma gedəcəklər. Dedim ki, dua elə mən onlardan deyir, yox, sən onların içində olmayacaqsan. Amma bunu haradan bilir, qardaş? Təbii ki, vəhiy yolu ilə. Bu qeybdən xəbər verməsə, vəhiy yolu iləndir. Həmçinin qeybi xəbərlərdən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mədinənin girəcəyində mələklər var. Yəni, Mədinəni qoruyurlar, Taun və Dəccal Mədinəyə daxil olmayacaq. Taun və Dəccal, yəni Taun xəstəliyi və Dəccal Mədinəyə daxil olmayacaq. İmam Münavi rahiməhullah 1031-ci ildə Hicri ilə dünyasını dəyişib deyir ki, Feydül Qadirdə. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin sadiqliyi üzə çıxdı. Bir dəfə də olsun, deyir, Mədinədə Taun xəstəliyi gəlməyib. Olmayıb, Mədinəyə Taun xəstəliyi girməyib. Bunu haradan biləsən və xəstənin adını çəkəsən və belə şey olacaq. Deməli, hədis göstərir ki, Dəccal da girməyəcək. Taun girmədisə, Dəccal da girməyəcək, sadiqdir Allah Resulü sallallahu aleyhi və səlləm. Qeybdən xəbər verməlisən. Bunu haradan biləsən ki, belə bir xəstəlik olacaq və o, yəni bu xəstəlik deyək də, məhz Mədinəyə daxil olmayacaq. O ehtimal var da olsun. Mədinənin xaricində nə qədər oldu, məsələn, Taun xəstəliyi oldu, sahabələrdən dünyasını dəyişən oldu. Kim oldu, məsələn, sahabələrdən? Muaz ibn Cəbəldə səhv edilməsə Taundan ölən şəhidlər, o xəstələrdən biri idi, sahabələrdən biri idi. Sonra Əbu Ubeydullah ibn Cərrah, Əbu Ubeyd ibn Cərrah. Bəli, o da Taundan dünyasını dəyişir axı, düzdürmü? Çıxmır da ona, Ömər deyir ki, çıx gəl deyir, yox deyir, çıxmaq olmaz deyir. Dünyaya deyir ki, hədis var, Allah Resulü buyurur ki, Taun olan yerə girdiniz, çıxmayın, varsa girməyin. Nə qədər Ömər ağlı deyir, yox, çıx gəl deyir, yox deyir, hədis var, çıxmaram deyir. Belə dünyasını dəyişir. Amma Mədinəyə girmədi də, bunu haradan bildi ki, Allah Resulü Mədinəyə Taun girməyəcək. Bu xəstəlik yayılacaq, Mədinəyə məsələn girməyəcək. Bunu nə qədər təxminlərlə, fərasətlə deyə bilərsən, qardaş. Qeyri-mümkündür.
Burada saxlayaq inşallah gələn dərsdə davam eləyərik. Möcüzələr və s. Mövzu uzundur, yormayayım sizi. İnşallah gələn dərsdə bunu davam edərik. Peyğəmbər sallallahu aleyhi və səlləmin nübüvvətinin, peyğəmbərliyin dəlillərindən növbəti dəlillər. Amma bu şeyləri yadda saxlayın da, bu mühümdür. Kimləsə danışanda deyəcəm, qardaş, yəni bu Peyğəmbər sallallahu aleyhi və səlləm doğrudan da Allahın sözünə heç bir şey deməyib. Və bu xəbərlər hamısı bizə səhih mənbələrlə gəlib. İndi qabaqda müəllif danışdı bu arada. İndi qısa olaraq mən də gətirim ki, yəni görürsən nə qədər tarixi rəvayətlər var ki, insanlar onu danışırlar, tarixdən gətirirlər də misallar, filan kəslər, filan kəs, filan hökümdarlar haqqında, filan alimlər haqqında, nə bilim kimlər haqqında müharibələr, döyüşlər və s. gətirmirlər. Hətta eradan qabaq baş vermiş hadisələr. Necə olur ki, siz o xəbərləri təsdiqləyirsiniz, o tarixi xəbərləri. Lakin İslam'a gələndə təsdiq eləmək istəmirsiniz. Halbuki İslamda olan bu mənbələr, bu tarixi mənbələr, hamısı isnadla gəlib, sənədlə gəlib. Boş-boşuna heç kəs özündən belə rəvayət eləmir. Hamısının sənədi var. İsnad deyilən bir elm var. Hədsin isnadı. Və o isnadda o ravilər hamısı mötəbər ravilər olub, onlar haqqında kitablar yazılıb. Yəni kimsə özünə ad uydurmayıb da, məsələn. Filan kəs, o filan kəs, o da peyğəmbərdən belə şey dedi. Xeyr. Hamısı mütəvatir yollarla və qeyri-mütəvatir yollarla, səhih yollarla gəlib çatıb. Amma o dediyimiz tarixi mənbələr heç birində belə gəlmir. Məsələn, sən Makedoniyalı İskəndər haqqında danışırsan və onu sən isnadla rəvayət edirsən. İndi bir tarixşünas yazıb hansısa bir əsrdə müəyyən kitablar gəlib çatıb və ya çatmaya xəbərləri çatıb. Amma heç bir isnadla gəlmir. Bənu İsraildən gələn xəbərlər bir isnadla gəlmir. Məsələn, götür Nəsranilər və Yahudilər. Onlar öz peyğəmbərlər haqqında danışanda, belə onların hədislərini danışanda, o peyğəmbərlərin sözlərini də mən onda isnadla rəvayət edirlər ki, filan kəs, o da ki, məsələn, filan kəs, o da ki, Musa əleyhissalamdan. Belə şey var və İsa əleyhissalamdan. Yoxdur, qardaş. Bizim dinimiz isnad dini də sələflərdən gəlir. Dinimiz isnad dinidir. Əgər isnad olmasaydı, kim gəldi, nə gəldi danışardı. Hələ hər yerindən duran danışardı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Hamı da qəbul elədi. Bənu İsraildə indi ki, Yahudi xristianları deyək də. Danışır da, İsa belə elədi, İsa'nın məsələn havariləri belə dedi, filan kəs Svitoy Piotr, müqəddəs Məryəm, müqəddəs adlanır və filan Musa, İsa, Harun və s. və ilaxır. Danışırlar da peyğəmbərlərin. Heç bir isnadı yoxdur ya. Bir dayanacaq, mühüm bir mənbə yoxdur ki, orada dayanacaq, ya doğrudan da bu sənədə əsasən doğrudan da səhih mənbədir. Doğru sözlü fikirdir, hədisdir, rəvayətdir və s. Yeganə dindir ki, bizdə hər şey isnadlandır. Necə ki, o tarixi mənbələri, o məlumatları təsdiqləyirsiniz, isnadsız gələn məlumatlardır. Niyə bunları təsdiqləməyəsə, hamısı isnadla gəlib. O ravilər hamısı mötəbər ravilərdir və tarixdə onlar tanınıb kimlərdir, onlar haqqında kitablar yazılıb, şəxsiyyətləri haqqında, yəni uydurulmuş adlar, isimlər deyil. Bu həmçində elə hədis inkarçılarına da bir işarədir ki, yəni bunlar hamısı mötəbər dəlillərdir, sübutlardır. Peyğəmbərliyin əlamətlərindən də hamısı bu deyilən xəbərlər, qeybdən xəbər vermək. Bunu heç kəs özündən bu qədər deyə bilməz və hamısı baş verər. Və hələ baş verməmiş xəbərlər də, qeybi məsələlər, onlar da gələcək. Biz əminik ki, onlar da baş verəcək. Bu da göstərir ki, Allahın Rəsulü elçisidir. Özündən danışmayıb, nə danışıbsa hamısı Allah tərəfindən olub, Allahın ona öyrətdiyi, bildirdiyi elm sayəsində olub. Dərsi burada inşallah saxlayaq, gələn dəfə tamamlayarıq. Subhanakallahum bihamdik, əşhədu an la ilaha illə əntə əstəğfiruka və atubu ileyk.